Əziz dostlar, əziz izləyicilər, şəhid Kamal Kərimovun döyüş yoldaşları şəhidimizin uyuduğu müqəddəs məzarı ziyarət edirlər. Ziyarəti təşkil olunur. Füzuli rayon Arazlı Ağarlı kəndində şəhidimizin uyuduğu müqəddəs məzar ziyarət olunur. Bəli, şəhidimizin uyuduğu müqəddəs məzar. Qeyd etdiyim kimi şəhidimizin döyüş yoldaşları müqəddəs məzarlığı ziyarət edir. Əkil, gül çiçək dəstələri var və şəhidimizin keçdiyi döyüş yolu haqqında məlumat verilir. Bəli, şəhidimizin döyüş yoldaşları, silahdaşları şəhidimizin müqəddəs məzarını ziyarətini təşkil edib. Şəhidimizin böyüyüb boya başa çatdıran atası Kərim kişi və şəhidimizin məzarı əzizlərin uyduğu qəbristanlıqda, müqəddəs məkanda şəhidimiz uyur. Şəhidlər o zaman ölür ki, şəhidlər unudulur. Şəhidlər bizim ant yerimiz, ümid yerimiz və bizim azad nəfəs aldığımız dost yerimiz. Ruhunuz şad olsun. Məkanınız cənnət olsun. Əziz yoldaşlar, əziz gözəl dostlar, mən bu dünyada, bu həyatda çox deməli sözlərim olub. Nəsə həyat elə gətirib ki, kiməsə sözümü deyən bir adam tapmamışam. Bugün elə vaxt zaman gəlib ki, mənim 50 yaşım var, qardaşım 52-ni tamamlayacaqdırsa. Bu günlərim mən qardaşım Kamalı sizə bax görüb elə qarşı-qarşı özü söhbət etmək üçün edirəm və öz qəlbimdə olanı deyirəm. Biz körpə vaxtı bizim anamız rəhmətə gedib. Biraz keçəndən sonra rəhmətli qardaşım gəldi, şəhid oldu. Biraz həyatı düşündü, vaxtıma gəldi, atam rəhmətə getdi. Mən bu dünyada bir bazı tək də, insanın dünyada nə qədər varlığın həyat olursun, ən əvvəl atadır, sonra qardaşdır. Bunlar da mən itirəndən sonra mənim üçün həyat çox çətin gəldi. Amma özümü o qədər düşündüm ki, deyirəm ki, ilahi mənim qardaşımı, atamı, anamı alsa da, Allah Teala məni unutmadı. Həmişə Allah Teala mənim yanımda yar oldu. Heç vaxt fikrimə gəlməm ki, axı mənim atam, anam, qardaşım yox, mən tək böyürəm. Allah Teala məni o cür böyütdü. Allah'a min şükür edirəm. Şükür Allah'ın varlığına ki, həyatdır, hərəm talın yası var. Çünki mənim ata yurdumda qalıb, bu günlərim qardaş kimi qalmağa mən Allah'a şükür edirəm. Mən hər bir üzə deyirəm, yenə də hər yerdə demişəm. Hansı bir vaxtı Kamalın adı olan yerdə, Kamalın lazım olan yerdə mənim atamın qapısı sizlərə açıldı. Həmişə gözüm üstə yeriniz var. Həmişə balarınız xeyir olsun, bizi dəvət edin, gəlir orada borcundan çıxarın. Bu işi kim qurub, bu işi kim bilib, onlara öz təşəkkürümü bildirirəm. Allah bütün şəhid qardaşlarımızın yerini cənnət eləsin. Heç bir zaman mən deməmişəm qardaşım Kamal, mən şəhid qardaşlarım demişəm. Çünki hamısı mənim qardaşımdır. Mən elə bilmişəm, bu sağ olun, sən razı qalıram. Mən həmişə elə bilmişəm, elə ki, bu dünyada mənim yar vücudum torpağın altına yatır, bu yar vücudum bu dünyaya yatır. Çünki bu dünyada bir ana bətənli bir qardaş dünyaya gəlsin, yar o dünyada, bu dünyada. Mən elə bilmişəm. Yenə şükür edim Allah'ın varlığına. Allah bütün şəhid qardaşım yeri cənnət eləsin. Qalan qardaşlara can sağlığı versin.
Bu şəhid qardaşlarımın ruhu şaddır. Bəli, onu şad ki, oğul nə üçün? Oğul düşmən səbəbi. Bir gün də qardaşlarım getdi, öz işini gördülər. Lazım onun torpağı aldı, verdi. Allah onların yerini cənnət eləsin. Onsuz da onların yeri, həmişə deyir, yeri cənnət, çünki cənnətdir. Çünki cənnət ki, torpağı onlar alıb, onlar üçün alıb. Onların yeri bəli cənnətdir. Allah cəmürünlərimin rəhmət eləsin. Şəhidlərimin yeri ruhu şad olsun. Qazilərimizə şəfa versin. Allah sizlərdən razı qalsın. Çox sağ olun. Sizə təşəkkür edirəm. Ağsaqqal əmbə çox sağ olun. Komandir əmbə. Allah sənə ömür versin. Allah sizə razı qalsın. Təşəkkür edirəm. Şükür siz varsınız. Allah'a min şükür edirəm. Heç bir həyatda unudulmayasınız. Sağ olun.